Buyurun, hansı ölkəyə viza müraciət edirsiniz? Almaniya viza almaq Qələt istəyirdim. edirsiniz. Sənədlərinizdə əsəklik var. əsəkliyi? Nətər, yəni burada bank hesabının çıxarışı yoxdur. Özdə biz demişik ki, bankda 30.000 manat olmalıdır. 29.999-u qəbul eləmirik. Nə vaxt alacaqsa bizi Burada içəriyə. görmürsünüz ki, əlimizdə iş var. Ancaq bütün günü sənət sürətlə əlləşir. Ya imkan vermirlər bir nəfəslər. Alacaq da içəriyə. Aydındır. Bizə bilsiz nə lazımdır? Sizin qapınızdakı hinin ümumi kvadrat sahəsi ilə toyuqların yumurtasından əldə etdiyiniz gəlirin bankdan təsdiqinin rəsmi sənədi ilə peçatlı üzü lazımdır bizə. Hanım, sizin 75, ərinizin də 85 yaşı var. Sizə tarix muzeyində tarixi eksponat kimi sərgiləyirlər. Sənin nə işin var az Milanda? Nə itinazı burada? O gələn bilsən kim idi? Mənim 28,5-ci eksim. Hə, indi onu vizadan kəsib ağır gəlsin. Azərbaycan dilində deyirik, siz fransız bariton dillərini qarışdırıb bizə cavab verməlisiniz. Niyə gedirsiniz? Nə vaxt qaydasınız? Qaydında nə ilə qaydasınız? Nəfəs alanda həmin ölkənin iqtisadiyyatına nə qədər zərər vuracaqsınız? Siz vizadan kəsilmisiniz. Necə kəsilmiş? Yəni keçən dəfə müsahibinə demədi ki, ayaq quruşqa. Mən bununla sənə nətər viza verim? Gedib orada deməzlər ki, sənə viza verənin belə olsun. Nə də siz mənə viza verməyəsiniz. Əslində bir dənə vizasız yer var. Oranı təşkil edə bilərəm sizə. Hara? Hara? Axirət.